diş pastasının çəkilməsi yanmış hissədən istiliyin atılmasının qarşısını alır. Belə ki, həmin nahiyə yanıbsa, oradan istilik atılmalıdır. Bu çox önəmlidir ki, soyusun və sağalma prosesi də başlasın. Ancaq dediyim kimi diş pastası bu istiliyi geriyə, yəni yanmış hissəyə həbs edir və bu həbs nəticəsində sağalma prosesi ləngiyir. İkinci nüans ondan ibarətdir ki, diş pastasının tərkibində min bir cür kimyəvi maddə var və bu həmin kimyəvi maddələr bəlkə dişdəki, belə deyək, ərklərin sökülməsində bizə fayda edə bilər, ancaq bu kimyəvi maddələr qoruyucu bariyeri pozulmuş dəri nahiyəsində əksinə qıcıqlanmalara səbəb olur ki, bu qıcıqlanmalar da ekstra iltihabi prosesi artıra bilər və sağalmanı daha da ləngidə bilər. Digər tərəfdən bu diş pastası müəyyən müddətdən sonra təbii ki, quruyur və o nahiyəyə yapışır. Yapışma zamanı isə, yapışdıqdan sonra isə daha doğrusu bu diş pastası qalığını oradan götürmək də dərini yenidən zədələnməsinə səbəb ola bilər.